Namaz, yəni Allaha vaxt ayırmaq. Oruc, yəni Allahın halallarına qarşı belə nəfsivə yox demək. Və bu bütün niyyət Allaha bağlı olmalıdır ki, nəfsi nə edəsən, islah eləyəsən. Ən böyük əməl də vaxt sərf eləməkdir, yəni namaz. Cəmaət daha çox namazdan çox qaçır. Yəni orucu tuturlar. Düşünürsən, axara hamı tutur, mən də tuturam. Lezzət əliyyə, hələ bir ki, mən diyet adı ilə nədir, belə tuturlar. Allah qəbul etsin, lap yaxşı, biz bir söz demirik. Amma namazdan qaçırlar. Çünki namaz mütəmadi olaraq Onu 2 ay eləyəcək, bunu 1 ay eləyəcək və ondan əlavə gündə 3 vaxt, 5 vaxt, məsəl üçün 5 namaz var da. Bu gündə 5 vaxt sən Allaha vaxt ayırmalısan, özü mütəmadi. Bu insana çətin gəlir. Amma oturub hesab kitab eləyəndə 24 saatın 24 dəqiqəsi aya gedər getməz bir sutkada. Allah üçün.